Salam, hər vaxtınız xeyir olsun dəyərli kanal izləyicilərimiz. Bugün də Biləcərdə 91-92 170-in yolunda marşrut nömrə 200-300 metr məsafəsində yerləşən gözəl bir 7 otaq evimizin gəlmişik təqdimatına dəyərli izləyicilərimiz. Gördüyünüz kimi evimiz 2 ailə üçün nəzərdə tutulmuş bir evdir. 3 sotda inşa olunmuş bir evdir. Gördüyünüz kimi bax dəyərli izləyicilərimiz, çəkiliş edirəm rahatçılığına, baxa biləsiniz. 2 ailə üçün nəzərdə tutub 3 sotda, bəli, 3 sotdadır. Evimiz tam təmirlidir. Burada gördüyünüz kimi belə bir bulağı var həyətində. Evimizin hər bir tərəfindən də rahatlıqla hərlənmək mümkündür. Buyurun dəyərli izləyicilərimiz, baxarkən abunə olun ki, yeni çıxan evlərdən xəbərdar olasınız. Evimizin də qiymətini öncədən qeyd edəcəm. 148.000 manat real müştəriyə endirim olunacaq. 7 otaq 2 ailə üçün monolit betonla inşa olunub. Diqqətlə baxın dəyərli izləyicilərim. Buradan isə evimizin birinci mərtəbəsi ilə sizləri tanış edəcəm. Daxil olacaq, bax 2 dənə girişi var. Biri buradandır dəyərli izləyicilərim, biri buradan. Buradan daxil olacaq. Öncədən sizlərə santar qovşağı ilə tanış edəcəm. Gördüyünüz addelləri istipolla inşa olunub. Gördüyünüz kimi dəyərli izləyicilərimiz, bura girəndə foldur, istipolla inşa olunub. Bura isə birinci mərtəbənin belə bir gözəl mətbəxti var. Hamam santar qovşağı ayrı-ayrılıqdadır, istipolla inşa olunub. Buyurun dəyərli izləyicilərimiz, baxın. Burada isə daxil olduqca bax belə bir geniş qonaq otağı bizi qarşılayır dəyərli izləyicilərimiz. Olan qonaq otağının kvadratı 48-50 kvadrat. Buyurun. Gördüyünüz panorama pəncərələrinəndir. Qoşadaş kürsü, monolit beton, dəyərli 1 ilə 2-nin arası dəyərli monolit betonla inşa olunub. Burada isə sizə təqdim edəcəm evimizin birinci mərtəbənin belə bir geniş yataq otağı ilə daşıqasına kimi qoyulub. Qaz, su, işıq, kanalizasiya sistemi hamısı mövcuddur. Sayğaclar qoyulub. Sənət bələdiyyədir. Fərdi yaşayış üçün tikintiyə icazəsi var. Sırf kupsiyə gedən bəli bir sənətdir. Gördüyünüz kimi arxiv araşına kimi var dəyərli izləyicilərim. Bura isə daxil olunduğu geniş bir yenə yataq otağı bizi qarşılayır. Birinci mərtəbədə santar qovşağı, mətbəxt, hamam, bir qonaq otağı, 2 spalni otaq qarşılayır. Tam təmirli bir evdir. Gördüyünüz kimi dəyərli izləyicilərimiz, evimizin bir girişi bəli buradandır, biri də buradandır gördüyünüz kimi. Burada isə yenə sizlərlə tanış edəcəm. Evimizin ikinci mərtəbəsi ilə tanış edəcəm. Burada qalxdıqda dəyərli müştərilərimiz sizi geniş bir mətbəxlə tanış edəcəm. İkinci mərtəbənin mətbəxti monolit betonlandır. Obşu ümumi evimiz monolit betondan inşa olunub. Gördüyünüz kimi hardasa mətbəxtimin də kvadratı olar. Hardasa bir 25 kvadrat, 30 kvadrat. Burada isə yenə ikinci mərtəbənin santar qovşağı ilə sizləri tanış edəcəm. Dəyərli izləyicilərimiz, buyurun. İkinci mərtəbədə burada santar qovşağıdır. Hamam tualetinin santar qovşağı, sanuzel bir yerdədir. Bura ikinci mərtəbənin gördüyünüz kimi eyni kvadrat 45 kvadrat 45 kvadrat olar ümumi kvadratı. Buyurun dəyərli izləyicilərimiz. Burada isə yenə sizləri tanış edəcəm evimizin belə bir yenə yataq otağı ilə eyni otaq 6 otaqdan ibarət 2 mətbəxt 2 santar qovşağı ayrı-ayrılıqda. Bura yeni bir yataq otağıdır. Buradan isə daxil olacağım evimizin üçüncü bir spalni otağına. Kombi sisteminə kimi çəkilib dəyərli izləyicilərimiz. Qazı, su, işığı, internet, sayğaclar hamısı var. Sənət qərardır, fərdi yaşayış üçün tikintiyə icazəsi var. Buradan isə evimizin sizlərlə balkonunu tanış edəcəm. Gördüyünüz kimi, bura evimizin balkonudur. Gördüyünüz kimi bina şəraitli balkonu var. Hər bir tərəfə gördüyünüz kimi fırlanmaq mümkündür. İzləyicilərimiz, bax burada da üzürü sayın buradan keçid olmur. Bax buradan gördüyünüz kimi ümumi balkondur. Evimizin qiyməti 148.000 manat. Real müştəriyə endirim yenə ev sahibi tərəfindən olunacaq. Gördüyünüz kimi 2 ailənin yaşamaq imkanı var. Buradan yenə birinci mərtəbəni qeyd edəcəm. Eyni kvadrat, eyni ölçülər birinci mərtəbədədir. Dəyərli izləyicilərimiz, burada yenə baxın dəyərli izləyicilərimiz. Burada yenə həmin otağın kvadratı. Burada qladovkadır. Balon bankaya yığmaq üçün belə bir
kladovkası var. Burada yine gördüğünüz kimi birinci mərtəbənin mətbəxtidir. Geniş istipolla. Burada yine santar qovşağı ayrı-ayrılıqda. Burada belə bir geniş foldur. Dəyərli izləyicilərimiz. Buradan isə yenə tanış edirəm evimizin söz görünüşü ilə, həyətyanı sahəsi ilə sizləri. Rahatçılıqla küçələri asfaltlı marşruta tam yaxın bir yerdə yerləşir dəyərli izləyicilərimiz. Gördüyünüz kimi. Bax burada çəkiliş edirəm. Baxarkən abunə olun ki, yeni çıxan evlərdən xəbərdar olasınız. Sizin də satışda əmlakınız, eviniz, torpağınız varsa bizlərə müraciət edin. Əmlakınızın satışına kömək edin. Əlaqə nömrəmiz 073 21 12 12-dir. Zəng vurun ev haqqında geniş ətraflı sizlərə məlumat verək. Dəyərli izləyicilərimiz, gördüyünüz kimi bulağı, həyətində bulağı da var. Əl üçün, yumaq üçün. Əlaqə nömrəmizdə qeyd olunub. Sənəd ev 6-7 otaqdan 2 ailə üçün nəzərdə tutulub. Buyurun. Kimin nə sual olsa yığsın, bizlər sizin sualınızı cavablandıraq. Çox sağ olun, diqqətinizə görə.